Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Mütəhhirat barəsində söhbət eləyirdik. Söhbətimiz o yerdə qaldı ki, əşyaları necə pak eləyirik? Qablar, paltarlar pak etmə qaydasını dedik. İndi xalça, palaz, qalın paltarlar, palto kimi qalın paltarlar, bunları necə pak etmək olar, əgər onlar nəcasətə bulaşıbsa? Yenə ərz edirəm, təkrar edirəm. Paklamaq üçün ilk öncə nəcasətin eynin ondan zail etmək lazımdır, yəni təmizləmək lazımdır. Sonra paklamaq mərhələsi gəlir. Bir dənə də məsələ budur ki, vacib məsələ sabundur, paraşokdur, dezinfeksiya edən mayələrdir. Bunlarla nə bir əşyanı, nə xalçanı, nə palazı, nə bir şeyin səthini pak etmək olmaz. Ləkəni aradan aparmaq olar. Ləkəni təmizləmək üçün, məsələn, müəyyən bir şeylərin ləkəsi, rəngdir və yaxud elə nəcasətin özünün ləkəsi var orada və yaxud elə özünü təmizləmək üçün bunlardan istifadə etmək olar. Bir şeyin səthidir, məsələn, aşpazxanada stolun üstüdür. Onların üstün dezinfeksiya etmək üçün bunlardan istifadə etmək olar. Amma bunlarla bir şey pak olmur. Pak olmaları suya bağlıdır. Gərək hökmən su ilə bunları pak eləyəsən. Xalçanı, palazı, qalın paltarları üç cür pak eləmək olar. Biri budur ki, onlar tamamilə yuyulsun. Məsələn, xalça yuyulan yerlərə verirsən o xalçanı, orada yuyulur, gəlir evə və yaxud da insan özü həyətdə yuyur. Yuyursan tamam, oldu pak. Biri budur ki, xalçanı, palazı kür suya salırsan pak etmək üçün. Əgər imkan olsa, güc çatsa, balaca olsa, çox böyük olmasa, nəcasətin eynin ondan təmizləyəndən sonra salırsan kür suya, çıxardırsan, bir dəfə bəsdir, oldu pak. Üçüncü budur ki, xeyr, xalça, palaz, adətən də xalça çox belə paklamaq üçün biraz mürəkkəb proses tələb eləyir. Bunu da adətən çoxu bilmir və elə xalça batanda təklifini bilmir, paklaya bilmir, təmizləyə bilmir, xalça elə belə qalır ortada. Amma çox asandır bunu təmizləmək. Elə xalça yerindən götürülmədən. Bir dəfə qəlil su ilə pak eləyirsən onu, bir dəfə axar su ilə olar, iki cür olar. Qəlil su ilə xalça ki yerindədir, onu pak etməyin qaydası bu cürdür ki, nəcasətin eynini təmizlədin, ya elə bir formada qoyursan ki, bir qaba, qab altında, qabla üstünə su tökəndə iki dəfə, yəni bir dəfə tökdün, su ayrıldı, ikincisini tökdün, su ayrıldı, oldu pak. O xalça olur pak. Yox, heç əymirsən onu, formasını dəyişmirsən. Nəcasətin eynin üstündən təmizlədin, bir dəfə qab ilə, yəni qəlil su, qab ilə, ya aftafa ilə su tökürsən, ya salfetka ilə, ya bir dəsmalla o suyu bir dəfə yığdın. Yenə də ikinci dəfə su tökürsən, ikinci dəfə o suyu yığırsan, olur pak. Bu belə. Bir dəfə də bu cürdür ki, nəcasətin eynin aradan qaldırdın, şılanq ki, kür suya müttəsildir, yəni bir mənbəyə müttəsildir ki, o həm axar su sayılır, həm mənbəyi, məxzəni kür sudur, kür sudan çoxdur. Xalçanın üstündən ki, nəcasətin eynin aradan qaldırdıq, şılanqla suyu üstünə tutanda çox təzyiqlə də açmaq lazım deyil. Elə yüngül var, balaca, su üstünə axdı, elə yaydın, o su yayıldı, bəs eləyir, pak oldu. Salavat Peyğəmbər, Ali Peyğəmbər.